Azərbaycan-Vyetnam münasibətləri dərin tarixi köklərə malikdir və hələ milli lider Heydər Əliyev SSR Nazirlər Soveti sədrinin birinci müavini olarkən Vyetnama tarixi səfər etmişdir və bugün də o səfər barədə burada istənilən görüşlərdə ən yüksək səviyyədə danışılır. Zamanında Vyetnamın minlərlə gənci Azərbaycanda təhsil almışlar və bugün də onların çoxları müəyyən vəzifələr tuturlar və ona görə də bu münasibətlərin inkişaf etdirilməsi və bunun daha da müasir dövrün tələblərinə uyğun davam etdirilməsi məqsədi ilə iki ölkə arasında bilirsiniz ki, keçən ilin may ayında Vyetnam Komünist Partiyasının baş katibi Bakıya rəsmi nümayəndə heyəti ilə səfəri zamanı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə görüşləri artıq iki ölkə arasında münasibətləri keyfiyyətcə yeni bir mərhələyə qədəm qoymasına nail olmuşdur. Artıq strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır və təbiidir ki, bu münasibətlər fonunda müxtəlif qurumlar, nazirliklər arası münasibətlər də son zamanlar intensivləşmişdir. Bunlardan biri də Vyetnam Statistika İdarəsi ilə Azərbaycanın Dövlət Statistika Komitəsi arasında artıq bərqərar olmuş belə işgüzar münasibətlərdir.